Cruises.az-ın dəyərli dostları, müştəriləri, Legend of the Seas gəmisi Royal Caribbean'ın ən böyük və ən son gəmisi 15-ci mərtəbə və açıq bufet restoranın olduğu məkan və indi sizə açıq bufetdə nələr var, nələr təqdim olunur, onu göstərəcəm. Girər-girməz həm sol, həm sağ tərəfdə əl yumaq üçün və təmizləmək üçün olan hissə var. Tam qarşıda sizi böyük bir şüşə gərinti qarşılayır ki, haradakı siz oturub axşam və ya səhər yeməklərinizi əldə edə bilərsiniz. Belə bir gözəl bir mənzərə var və gəminin ən arxa bölümüdür bu. Həqiqətən möhtəşəmdir. İstər su sürüşkənləri, istər ara. Çünki bu gəmidə 2 qanad var, bilirsiniz. Və yemək bölümü. Baxın, girişdən həmən sağ tərəfdə bunlar var və eyni zamanda sol tərəfdə də eyni qaydada, amma indi sıxlıq çox deyil deyə bu səbəblə sadəcə sağ tərəfi açıblar. Beləcə, həmən girişdə bilirsiniz, izləyicilərimiz və kruzda olanlar bilir, qablar və çəngəl, bıçaqlar ayrıca təqdim olunur. İlk bölüm pasta bölümüdür. Hansı ki, burada müxtəlif növ bu şəkil istəyinizə uyğun olaraq karıştıra bilərsiniz. Daha sonra soyuq qəlyanaltılardır. Qismən salat bölümüdür. Təqibində off the grill qızartmalar. Deməli, buradan sosiskalardan, hamburgerlərdən, deməli, toyuq fingerslar olaraq, patates qızartma, toyuqlardan, ətlərdən, souslardan tutaraq, ketçup, mayonezdən, bunların hamısı pulsuz olaraq təqdim olunur. Birinci bölüm sizə təqdim elədiyim bu qızartmalar bölümüdür. Təqib eləyən bölüm desertləri bölümüdür. Çox dadlı şirniyyatlar var, möhtəşəm şirniyyatlar var və bu da əlbəttə ki, ödədiyiniz qiymətə daxildir. Bu şəkil kreplər də sifariş verə bilərsiniz, hansı ki, hal-hazırda hazırlayırlar və istəyinizə görə daxilinə əlavələr eləyə bilərsiniz. Bu şəkil şirniyyatların olduğu bölüm. Deməli, ikinci bölüm həmən bunun yanı, uzaqlaşmadan. İstəkdən asılı olaraq müxtəlif növ, istər balıq, istər ət, istər salatlar olaraq çox rahat bir şəkildə və zövqlü, həm dadlı, həm zövqlü bir şəkildə restorantdan götürüb əldə edə bilərsiniz. Həm balıq, həm ət, həm toyuq. Növ-növ çörəklər və əminəm bunları aranızda sevənlər var. Bu arada hər hansı bir qidaya ayrıca bir allergiyanız var isə mütləq yaxınlaşıb buradakı əməkdaşlardan və ya şeflərdən soruşa bilərsiniz və deyə bilərsiniz ki, nəyəsə allergiyanız var isə onu diqqətə alsınlar. Hal-hazırda axşam saat 7-yə işləyib və axşam bufeti artıq açıqdır. O tip meyvələr müxtəlif, hər cür meyvə demək olar ki, qulluğunuzdadır və çox da dadlıdırlar, əmin olun. Bir digər bölümümüz baxın, məsələn, soyuq qəlyanaltını yavaş təqdim edeyim sizə. Məzələr. Bu şəkildə. İsti içəcəklər və soyuq içəcəklər olaraq ayrılır. Digər bölümümüz həmçinin yenə müxtəlif meyvələrdən ibarət olan onu kumpir olarak rahat bir şekilde çevirebilirsiniz.
Üç bacı dolmasından biri buradadır. Bacımın ikisini görmedim. Eğer dünya mətbəxi olarak düşünürsünüzsə, müxtəlif sütlər, çörək növləri qulluğunuzdadır. Və bu şəkildə insanlar götürüb qidalarını gözəl mənzərədə oturub yeməklərini yeyə bilirlər. Bir diğer bölüm qarşıda gluten free'dir. Kiminki gluten free'ye giden yolda hemen sağda bar bölümü var. İçki paketiniz varsa oradan demək olar bütün növ içkiləri, ister isti, ister soyuq, ister alkoqollu, ister alkoqolsuz içkiləri əldə edebilirsiniz. Görün nə gözəl mənzərədə şam yeməyi. Gözəldir, bizdə gluten free bölümüdür və Asiya mətbəxi. Hemen təqibində. Hayır, bu isə Asiya mətbəxidir. İsteğe uygun olarak siparişlerinizi buradan verebilirsiniz. Legend of the Seas, Royal Caribbean'ın en güzel ve en axırıncı gemisi ve akşam yemeği. Çok lezzetli, kemiyyət ve keyfiyyətdə heç bir şekilde eksiklik yoktu. Her şeye gedin, hem dadlı, hem kifayət qədər çox sayıda. Bax belə gözəl bir səyahəti bizimlə Cruises.az ilə bütün gəmilərin demək olar hamısından canlı çəkilişlər eləyib, reallıq nədirsə onları göstəririk sizlərə. Onun üçün rahat bir şəkildə bizə müraciət eləyin. Bax belə.